Sən də saatlarla tıxacda D rejimində ayağını əyləşdə saxlayırsan, bax bu səhv etmə. Çünki birbaşa olaraq bu avtomat sürətlər qutusuna ziyan vura bilər. Əgər 1 dəqiqədən çox dayanacaqsansa, neytral rejimə atmağın məsləhət. Gəlin ilk öncə D rejimi nədir və necə işləyir onu aydınlaşdıraq. D, yəni drive modu aktiv olanda mühərrik və sürətlər qutusu birbaşa olaraq əlaqədə qalır. Bu halda sən əyləci basmasan, avtomobil irəli getməyə çalışacaq. Bəs problem nədən yaranır? Tıxacda və uzun müddətli dayanmada əyləci basıb saxlayırsan, lakin sürətlər qutusu hələ də mühərrikin gücünü çevirməyə çalışır. Bu zaman moment konverteri daim işləyir, lakin enerji boşa gedir və bu zaman istilik əmələ gəlir. Qızmış yağ öz keyfiyyətini itirərək sürtünməni azaldır və bu mühərrikə ciddi ziyan vura bilər. Və davamlı olaraq bu şəkildə istifadə etməklə siz mühərrikimizin klapanlarına, mühərrikin porşun halqalarına, porşinlərinə və digər sürtünmə ehtiyat hissələrinə böyük bir ziyan vura bilərsiniz. Neytral rejim nə ilə fərqlənir? Neytral rejimdə mühərrik və sürətlər qutusu ayrılır. Yəni fırlanma momenti artıq sürətlər qutusuna ötürülmür. Və bu zaman qutu boş vəziyyətdə olur, qısma azalır və daxili hissələr yüklənmir. Nəticə olaraq əgər sən uzun müddətli tıxacda dayanırsansa, sürətlər qutusunu neytral rejimə keçirtməyin məsləhətdir.